Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Şirvan Salyan Regional Məşğulluq Filialı tərəfindən 19 fevral 2026-cı il tarixdə Salyan şəhərində 12 işə götürülənlə bağlı əmək yarmarkası təşkil olunub. Tədbirdə agentliyin və tərəfdaş şirkət rəhbər şəxsləri, eləcə də əməkdaşları iştirak ediblər. İşə götürülənlər tərəfindən mövcud vakansiyalar üzrə tələblər barədə ətraflı məlumat verilib. İşsiz və iş axtaran şəxslərə 50-dən çox boş iş yerləri təqdim olunub. Filial tərəfindən təqdim edilmiş vakansiyalara dair tələblər təhsil ediləcək işsiz və iş axtaran şəxs kimi qeydiyyatda olan 232 vətəndaşla müvafiq aparılıb. Yarmarka çərçivəsində vakansiyalara müraciət edən şəxslərin CV-ləri işə götürülənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib. Tələblərə uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. 2026-cı ilin ilk yarmarkası Salyan rayonunda keçirildi. Yarmarkanı keçirməkdə əsas məqsədimiz iş axtaran və işsiz şəxslərin işlə təmin olmasına köməklik göstərilməsi ilə bağlıdır. İlkin olaraq 15-ə yaxın müəssisə, təşkilat rəhbərliyi, 70-80 arası vakansiyalar təqdim olundu. Burada vətəndaşlarla, iş axtaran işsiz şəxslərlə işə götürənlərin bilavasitə təmasını təşkil etmək əsas məqsədlərimizdən bir digəri idi. Cəmilə Nəsir qızı Səmil Şahlaroğlu, Rəvan Məmmədov bugün informasiya proqramı üçün.